Milli Məclisdə mövqeyini tutan, isti kabinetlərdən çıxmayan, dövlət tərəfindən verilən avtomobillərdə şəhərləri, rayonlarda gəzinti turları təşkil edən millət vəkilləri, sizə səslənirəm. Siz xalqın səsi olmalısınız, xalqın yanında olmalısınız. Amma mən görürəm ki, siz nəinki mən, bütün Azərbaycan xalqı müşahidə edir ki, Milli Məclisdə yatmaqla məşğul olan prezidentin çıxışı zamanı yuxulayan məmurlar nə prezidentin yanındadır, nə də millətin tərəfindədir. Onlar bilavasitə xalqın gələcəyini məhv edir. Prezidentin onlara qarşı qoyduğu tələbləri saymazyana yanaşaraq biganəlik nümayiş etdirirlər. Əsas öz isti otaqları, rahat kresloları və əlbəttə ki, evlatlarına yaratdıqları gözəl yaşayışın təminatı olsun. Millət necə tarac olur olsun, nə işim var, nə vecimə deyərək həyat yollarını davam etdirirlər. Millətin əleyhinə olan bütün qərarlar Milli Məclisdə müzakirəyə çıxarılır və təsdiq olunur. Nədən millətin yanında olmaqla yox, nədən xalqın xeyrinə bir qərarı imzalamısınız? Nədən uşaq pulunu önə çəkmisiniz və uşaq pulunun verilməsini təmin etmirsiniz? Nədən işsizliyin sayının azalması üçün bilavasitə bir gedişat etmisiniz? Ön cəbhədə sözünüzü demisiniz. Nədən ali təhsilli gənclərimiz bugün fəhləlik etməlidir? Nədən onların yanında deyilsiniz? Nədənlər çoxdur. O nədənləri isə müzakirə etmək üçün və bilavasitə xalqın yanında olmaq üçün insanda vətəndaşlıq hissi olmalıdır. Amma biz sizdə millət olaraq bunu görmürük.